Salam əziz izləyicilər, bugün sizə növbəti test sualımızın izahını verməyə çalışacağım. Keçirdək sualımıza. Sualımızın şərti belədir. Cədvələ əsasən uyğun sıralara müəyyən edin. Cədvəldə artır və azalır xanalarını görürük. Birinci sıraya baxaq. 22 iyunla 22 dekabrdək Cənub yarımkürəsinin gündüzün uzunluğu artır. Bu doğru fikirdir. 22 iyunda Şimal yarımkürəsində ən uzun gündür, Cənub yarımkürəsində isə ən uzun gecədir. 22 iyundan başlayaraq Cənub yarımkürəsində isə gündüzün uzunluğu artacaq. Azalır hissədə havanın temperaturu artıqca nisbi rütubəti azalır. Bu da doğrudur. Havanın temperaturu artdıqca havanın su buxarı saxlama qabiliyyəti artdığı üçün nisbi rütubətlik azalır. İkinci sıraya baxaq. Silindirik proyeksiyada qutblardan ekvatora doğru tərəfi miqdarı artır, əksinə azalmalıdır. Çünki ekvator ən az tərəfə məruz qalan enliklərdir. Miqyasın kəmiyyəti böyüdükcə genizasiya azalır. Bu hissə də yanlışdır. Miqyasın kəmiyyəti miqyasın məxrəcidir. Məxrəc böyüdükcə miqyas kiçilir. Miqyas kiçildikcə isə genizasiya artır. Bu yanlış. 3. İsti cəryan keçən sahədə buxarlanma ilə mümkün buxarlanma arasında fərq artır. Yox, əksinə azalmalıdır. Azalır hissədə yer qabığının inkişafının transqressiya mərhələsində yer səthini əks etdirmə qabiliyyəti azalır. Bu doğru fikirdir. Çünki transqressiya mərhələsi dəniz mərhələsidir. Suyun da əks etdirmə qabiliyyəti azdır. Amma sırada yanlış olduğuna görə bu sıramız uyğun sıra deyil. 4. Böyük Qafqazda orta dağlıdan yüksək dağlığa doğru ümumi radiasiya miqdarı artır. Bu doğru fikirdir. Talış dağlarında, yəni artı hissəsi. Talış dağlarında orta dağlığa doğru yağıntıların miqdarı azalır və Talış dağlarında inversiya olduğuna görə orta dağlığa doğru yağıntıların miqdarı azalacaq. 5-ci sıraya baxırıq. Sahildən uzaqlaşsa kontinentallıq və amplitudu da artır. Bu doğru fikirdir. Ekvatorun uzaqlaşsa daimi külələrin meyl etməsi artır, azalmır. Bu da yanlışdır deməli. Bu sıramız da yanlış. 6. Günəşin üfüqdəki hündürlüyü azaldıqca bastırılmış şaqul dirəyin kölgəsinin uzunluğu artır. Bəli, bu doğru fikirdir. Azalış hissəsinə baxaq. Yerin xəyali oxunun orbit müstəvisinə meyilliyin azalması nəticəsində mülayim işıqlanma qurşağının sahəsi azalır. Bu da doğru fikirdir. Deməli, bizdə də olacaq doğru variantlar 1, 4, 6 A variantı.